Bugün Mərkəzi Gömrük Hospitalında keçirilmiş olduğumuz tədbir qaraciyər transplantasiyasından sonra anesteziya və reanimasiyanın problemlərini müzakirə edəcək, tibbi problemləri. Məsələ burasındadır ki, qaraciyər transplantasiyası tək əməliyyatla bitən bir hadisə deyil. Eyni zamanda əməliyyatın özü, yəni anesteziyası və əməliyyatdan sonraki dövrdə reanimasyon tədbirlərin aparılması ciddi şəkildə önəmlidir. Bununla əlaqədar olaraq xəstəxanamızın da yetərli qədər iş təcrübəsi var, həm anesteziyologların, həm reanimatoloqlarımızın və bugünkü toplantının ana məqsədi də ölkədə artıq ciddi bir şəkildə demək olar ki, hər gün icra olunan bir hadisəyə kimi özünü təzahür edən qaraciyər transplantasiyası əməliyyatı zamanı və əməliyyatdan sonra xəstənin aparılması həm öz xəstəxanamızın, mərkəzimizin, həkimlərin təcrübəsini paylaşacaq, eyni zamanda bu barədə var olan problemlər və gələcəkdə xəstələrin hansı istiqamətdə aparılması məsələləri müzakirə olunacaq. Düşünürəm ki, bu toplantı həm bizlər üçün, eyni zamanda toplantıda, konferansda iştirak edən konferans iştirakçıları, həkimlər üçün də ciddi şəkildə faydalı olacaq və gələcəkdə eyni zamanda digər tibb müəssisələrində aparılan qaraciyər transplantasiyası əməliyyatlarından sonraki dövrdə öz bəhrəsini verəcək. Əməliyyat zamanı ən çox qarşılaşdığımız problemlərdən, çətinliklərdən biri hansıdır? Ümumiyyətlə əməliyyatın özü çətin əməliyyatdır. Həm əməliyyatın özünün hazırlanması, həm əməliyyatın özünün aparılması, icrası və əməliyyatdan sonraki dövrün hamısının özünə məxsus çətinlikləri var. Təbii ki, əməliyyatda baş verə biləcək çətinliklər kobud desək 3 qrupa bölünür. Cərrahiyyə zamanı əmələ gələn problem və çətinliklər, anesteziyaya bağlı və eyni zamanda xəstənin öz ağırlıq dərəcəsinə bağlı ola biləcək problemlər. Təbii ki, bu peşəkar bir komanda tərəfindən bu çətinliklər, bu problemləri vaxtında, zamanında qarşısını alma qüdrətinə malik olur. Amma təbii ki, bəzi hallar gözlənilməyən xəstənin ümumi vəziyyətinin ağırlığına bağlı olan qanaxmadır. Digər tərəfdən daha əvvəl keçirilmiş əməliyyata bağlı olaraq qarında olan yapışıqlar, kardioloji risklər, yəni ürək tərəfindən olan risklər, bəzi xəstələrin ki, diabetik xəstələr olur, bunların ürək damar problemlərinin var olması birlikdə təbii ki, əməliyyatda çətinliklər yaradır. Elə bugün bizim burada toplanmamızın məqsədlərindən biri də həmin təcrübəmizi digər həkimlərlə bizim mütəxəssislərin paylaşmasıdır.